17-ci fəsil. Əmək məzuniyyətlərinin müddətləri. Maddə 114. Əsas məzuniyyət və onun müddətləri. Əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi, vəzifəsi üzrə minimum müddəti bu maddənin 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir. A. Kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə, B. İnzibati vəzifələrdə çalışan dövlət qulluqçularına, vahid tarif ixtisas sorğu kitabçalarına uyğun olaraq rəhbər və mütəxəssis kateqoriyasına aid edilən işçilərə, C. Xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati tədris heyəti işçilərinə, habelə məktəbdən kənar uşaq müəssisələrinin rəhbərlərinə, Ç. Təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlim ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə. D. Elmi dərəcəsi olmayan elmi işçilərə. E. Həkimlərə, orta tibb işçilərinə və əczaçılara. Natamam iş vaxtı, natamam iş günü və ya natamam iş həftəsi şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir. Mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət bir qayda olaraq mövsümün sonunda hər iş ayına görə 2 təqvim günündən az olmayan müddətə verilir. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir. Lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılır. Bu halda Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə, üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınır. Maddə 115. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə, əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı, məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 116. Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası. Əmək stajından asılı olaraq işçilərə 5 ildən 10 ilədək əmək stajı olduqda 2 təqvim günü, 10 ildən 15 ilədək əmək stajı olduqda 4 təqvim günü, 15 ildən çox əmək stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa, yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir. Əmək stajına görə, o cümlədən əmək şəraitinə görə əlavə məzuniyyətlər bu məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir. Maddə 117. Uşaqlı qadınların əlavə məzuniyyətləri. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək 2 uşağı olan qadınlara 2 təqvim günü, bu yaşadək 3 və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin bu maddənin 1-ci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır. Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır. Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyətlər bu məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir. Maddə 118. Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri. Aşağıdakı işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir.
A. İllik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına, dərnək və musiqi rəhbərlərinə, konsert meysterlara, akkompaniatorlara, xor meysterlara və başqa musiqi işçilərinə. B. Bütün ixtisas və adlardan olan müəllimlərə, məşqçi müəllimlərdən başqa. C. Uşaq birliyi rəhbərlərinə, magistrlarına, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara, Ç. Təhsil müəssisələrinin tərbiyəçilərinə, ümumi təyinatlı internat tipli ümumi təhsil məktəblərinin, internat tipli liseylərin, internat tipli gimnaziyaların, inteqrasiya təlimli internat tipli ümumi təhsil məktəblərinin, xüsusi ümumi təhsil məktəblərinin, internat tipli xüsusi ümumi təhsil məktəblərinin və internat tipli sanator ümumi təhsil məktəblərinin tərbiyəçilərindən başqa. Eşitmə kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə. D. Sosial müdafiə orqanlarının və tibb müəssisələrinin bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə. E. Elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin, elmi tədqiqat bölmələrinin, elmlər doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə. Ə. Müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə. Aşağıdakı işçilərə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir. A. Uşaq evlərinin, məktəbəqədər təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara. B. Metodika kabinetlərinin və mərkəzlərinin rəhbərinə, metodistlərinə və təlimatçılarına. C. Ümumi təyinatlı internat tipli ümumi təhsil məktəblərinin, internat tipli liseylərin, internat tipli gimnaziyaların, inteqrasiya təlimli internat tipli ümumi təhsil məktəblərinin, xüsusi ümumi təhsil məktəblərinin, internat tipli xüsusi ümumi təhsil məktəblərinin və internat tipli sanator ümumi təhsil məktəblərinin tərbiyəçilərinə. Ç. Məktəbdən kənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərinə. D. Məşqçi müəllimlərə. E. Elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin, elmi tədqiqat bölmələrinin fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə. Maddə 118-1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əlavə məzuniyyəti. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə bu məcəllənin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətləri müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Maddə 119. Fizioloji keyfiyyətləri ilə bağlı işçilərin məzuniyyətlərinin müddətləri. Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir. Orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. Maddə 120. Xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddəti. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə 1990-cı ilin 20 yanvar hadisələri ilə hərbi xidmət vəzifələrini, xidməti vəzifələri yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini, xidməti vəzifələri yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə, döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilərə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət, yaralanma, travma, kontuziya almış işçilərə, Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanlarına, Azərbaycanın milli qəhrəmanlarına, Sovet İttifaqı qəhrəmanlarına, Azərbaycan Respublikasının ən yüksək təltifi ilə İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir. Maddə 121.
Teatr, tamaşa və bunlara uyğun digər müəssisələrin işçilərinin əmək məzuniyyətləri. Teatr, tamaşa müəssisələrinin, televiziya, radio və kinematografiya qurumlarının bədii və artist heyətlərinə əmək məzuniyyəti 42 təqvim günü, bilavasitə səhnəyə xidmət edən işçilərinə isə 35 təqvim günü müddətində verilir. 18-ci fəsil. Yaradıcılıq və təhsil məzuniyyətləri. Maddə 122. Yaradıcılıq məzuniyyətləri və onların müddətləri. İşə götürənlə əmək münasibətlərində olmaqla yanaşı doktoranturada, adjunkturada müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq üçün ödənişli yaradıcılıq məzuniyyəti verilir. Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötürü 2 təqvim ayınadək, elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötürü isə 3 təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir. Bu yaradıcılıq məzuniyyətlərindən işçi müvafiq elmi şuranın qərarına uyğun olaraq ona verilən arayış əsasında istifadə edir. İşləməklə yanaşı doktoranturada, adjunkturada təhsil alan, o cümlədən doktoranturaya daxil olmaq üçün işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir. Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə işə götürənlə razılaşdırılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın, qurumun qərarı ilə və ərayişi əsasında 3 ayədək ödənişli yaradıcılıq məzuniyyəti verilir. Müvafiq elmi şura və ya müvafiq icra hakimiyyəti orqanı yaradıcılıq məzuniyyətlərinin müddətini və onlardan istifadə olunması məsələlərini qabaqcadan işə götürənlə məsləhətləşməklə müəyyən etməlidir. Yaradıcılıq məzuniyyəti müddətində işçiyə bu məcəllənin 177-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əmək haqqı ödənilir. Maddə 123. Ödənişli təhsil məzuniyyətləri. İşləməklə yanaşı təhsil alan işçilərə aşağıdakı ödənişli təhsil məzuniyyətləri verilir. A. Müvafiq tədris mövsümü sessiyalarında tədris təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün. B. Dövlət imtahanlarını vermək üçün. C. Diplom layihəsinin işini hazırlamaq və müdafiə etmək üçün. Ödənişli təhsil məzuniyyəti müddətində işçiyə bu məcəllənin 177-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əmək haqqı ödənilir. Maddə 124. Təhsil məzuniyyətlərinin müddətləri. Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir. Ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir. Diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir. Peşə təhsili müəssisələrində istehsalatdan ayrılmadan təhsil alan işçilərə İmtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində 30 təqvim günü müddətində məzuniyyət verilir. Ümumi təhsil müəssisələrinin qiyabi qruplarında təhsil alan işçilərə buraxılış siniflərində imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir. Bu maddədə nəzərdə tutulmuş məzuniyyətlərdən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə olunur. 19-cu fəsil. Sosial məzuniyyətlər. Maddə 125. Hamiləliyə və doğuşa görə məzuniyyətlər. Hamiləlik dövründə və doğuşdan sonraki dövr üçün işləyən qadınlara 126 təqvim günü, doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, 2 və daha çox uşaq doğulduqda, doğuşdan sonraki məzuniyyət 70 təqvim günü müddətində verilir. Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir. A. Normal doğuşda 140 təqvim günü, doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü. B. Doğuş çətin olduqda 156 təqvim günü, doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü.
C. 2 və daha çox uşaq doğulduqda 180 təqvim günü, doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü. Hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonraki hissəsi qısaldılmır. Uşağın doğulması ilə əlaqədar kişilərə tibbi müəssisənin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. Maddə 126. Uşaqları övladlığa götürmüş qadınların məzuniyyət hüquqları. 2 aylığadək yaşında uşağı övladlığa götürən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük ödənişli sosial məzuniyyətdən istifadə etmək hüququna malikdirlər. Uşağı övladlığa götürən qadınlar bu məcəllənin 117-ci maddəsi ilə müəyyən edilmiş əlavə və 127-ci maddəsində nəzərdə tutulmuş qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Maddə 127. Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydaları. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın 3 yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam yaxud hissi-hissə istifadə edə bilər. 20-ci fəsil. Ödənişsiz məzuniyyətlər. Maddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ. Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurət olduqda, işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri. Ödənişsiz məzuniyyətlər bu məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşə götürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Maddə 130. İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir. A. Həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə uşaq 4 yaşına çatanadək B. Ləğv edilmişdir. C. 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara 14 təqvim gününədək, C. Orqanizmin funksiyalarının pozulması faizindən və səbəbindən asılı olmayaraq əlilliyi olan işçilərə 1 təqvim ayınədək, D. Müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə 14 təqvim gününədək, E. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət, yaralanma, travma, kontuziya almış işçilərə 14 təqvim gününədək, Ə. İnsanın immun çatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin əlilliyi olan uşaq olan işçilərə 14 təqvim gününədək, F. Doktoranturada, adjunkturada təhsil alan işçilərə 1 təqvim ayınədək, G. Ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə 14 təqvim günü, orta ixtisas təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə 7 təqvim günü. G. İxtirasının və ya səmərələşdirici təklifinin işlədiyi iş yerindən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə 14 təqvim gününədək, H. Ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə tibb müəssisəsinin rəyi ilə 14 təqvim gününədək, X. Ləğv edilmişdir. İ. Ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə 7 təqvim gününədək, J. Əsas iş yerində ezamiyyətə gedən işçiyə əlavə iş yerində əsas iş yeri üzrə ezamiyə müddətində, K. Əlavə iş yerində ezamiyyətə gedən işçiyə əsas iş yerində əlavə iş yeri üzrə ezamiyə müddətində, Azərbaycan Respublikasının seçki məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir.